Salam dostlar. Bugün sizinlə qızılın qiyməti haqqında danışacağıq. Bildiyimiz kimi qızıl hər cür rekordlar qırır və ümumiyyətlə son belə deyək 5 illikdə həddindən artıq yüksəlməyə doğru getdi. Və belə olan halda sual meydana çıxır ki, okey, qızıl hara qədər yüksələ bilər? Dostlar, əslində qızılın yüksələcəyi bir mənada uzun vədədə baxdıqda öngörülə bilən bir faktor idi və bununla bağlı bir neçə nüansı sizinlə paylaşmaq istəyirəm. Deməli, 2016-cı ildə James Rickards adlı bir müəllif var. Bu adam çox dolu adamdır. Və bioqrafiyasını oxusanız, ümumiyyətlə hüquqşünasdır, international economics üzrə ixtisaslaşıb, eyni zamanda maliyyə bazarları üzrə bir çox araşdırmaları var, xüsusilə bir çox belə deyək faydalı kitabları var ki, orijinal bir yanaşması var həmin o maliyyə bazarlarına bağlı. Onlardan birisi də The New Case for Gold kitabı idi. Bu kitabı 2016-cı ildə yazmışdı və həmin kitabı oxuyanda orada deyirdi ki, qızılın qiyməti 10 bin dollara çatacaq. Təbii, qızılın qiymətinin həmin dövrdə 2016-cı ildə 1200 dollar ətrafındaydı və həmin dövrdə qızılın qiymətinin 10 bin dollar olacağını demək çox belə sadəlövhlük kimi görsənə bilərdi. Amma adam bunu fala baxar kimi demir. Əslində bir əsası var idi. Yəni bilirsiniz bazar dilində bir çox adam var. Bitcoin 1 milyon olacaq, o birisi 300 min olacaq. Belə boş-boş proqnoz verənlər var. Təbii ola bilər. Tutarsa sabah da deyim, mən demişdim. Amma bu adamın yanaşması çox orijinal idi. 2016-cı ildə bu adam nə edirdi? M1 pul kütləsini əsas alırdı. Yəni M1 pul aqreqatı da deyə bilərik. Və M1 pul kütləsi ümumiyyətlə belə də likvid vəsaitdir. Sizin əlinizdə saxlanılan, əlinizdə saxladığınız vəsait və yaxud da ki tələb olunana qədər banklara saxladığınız depozitlər. Yəni dərhal likvidləşdirə bilən pul vəsaitidir də belə deyək. Həmin bu M1 pul kütləsi hansı ki bu M2 pul kütləsindən daha belə deyək də həcminə görə daha kiçikdir. M1 pul kütləsini əsas alırdı və həmin dövrdə M1 pul kütləsi 4 əsas iqtisadiyyatda Amerika, Çin, Yaponiya və Avropa Birliyində ki bu ölkələrdə ümumi daxili məhsulun, yəni qlobal ümumi daxili məhsulun 70%-ni belə deyək də özündə cəmləşdirən iqtisadiyyatlardır ki, kifayət qədər böyük bir rəqəmdir. Və həmin ölkələrdəki M1 pul kütləsini alıb hesablamışdı. Bu da təxminən 24 trilyon idi. Və belə bir assumption, yəni fərzi irəli sürüldü ki, fərz edək ki, M1 pul kütləsinin 40%-i qızıl tərəfindən dəstəklənir. Belə olan halda qızılın qiyməti neçə olmalıdır, bir unsiyası və onu da qlobal belə deyək qızıl ehtiyatlarını, həmin fondlarda, mərkəzi banklarda olan qızıl ehtiyatlarını alıb bölməsi həmin 2024 trilyon, yəni M1 pul kütləsini vururdu 0.4-ə, yəni 40%-ə belə deyək. Onu da bölürdü 33 ton qızıl, 33 min ton qızıla və təxminən rəqəm alırdı 9 minə qədər. Onu da yuvarlaqlaşdırıb deyirdi ki, qızılın qiyməti əslində bir unsiyası təxminən 10 min dollar ətrafında olmalıdır. İndi adam bu nəticəyə gələrkən burada 40%, yəni M1 pul kütləsinin niyə 40%-i qızıl tərəfindən dəstəklənsin, onu hardan tapdı deyə soruşa bilərsiniz. Bunu da tarixi perspektivdən yanaşmış ki, məsələn, tarixən 1913-46-cı illərdə Amerikada məsələn M1 pul kütləsinin təxminən 40%-i qızıl tərəfindən dəstəklənməli idi deyilirdi və bunu əsas almışdı. Yəni tarixi perspektivdən yanaşmışdı. 40%-i fərz edək ki, qızıl tərəfindən dəstəklənir. Bir digər kritik deyə bilərsiniz ki, axı faktiki M1 pul kütləsi indi hər hansı bir pul kütləsi qızıl tərəfindən dəstəklənmir. Biz bunu niyə əsas kimi götürək? Amma dostlar, burada önəmli bir nüans var əslində. 1970-ci ildən sonra, yəni Amerikanın Bretton Woods sistemini dolları qızıla bağlı etmə sistemi belə deyək bir mənada. Onu tərk etdikdən sonra dünyada stabilləşdirici rolu Amerikan xəzinə kağızları üstlənmişdi. Yəni bir mənada artıq dövlətlər, mərkəzi banklar öz maliyyə aktivlərini bir mənada gedib Amerikan xəzinə kağızlarında saxlayırdılar. Düşünürlər ki, Amerikan xəzinə kağızları sıfır risklidir. Yəni tək risk odur ki, Amerika borcunu default etsin. O da ki, belə deyək də, mümkünsüz hesab olunurdu. Və eyni zamanda petrodollar sistemi, yəni 1970-ci ildən sonra 70-ci illərdə Amerika həm Səudiyyə Ərəbistanının, həm o digər OPEC ölkələri ilə razılaşdı ki, Amerikan belə deyək də, neft Amerikan dolları ilə satılmış olsun. Həmin ölkələrdə bir mənada nefti dollarla satırdı və əldə etdiyi dolları təkrar aparıb Amerikan xəzinə kağızlarına yatırım edirdi və orada kiçik faiz alırdı. O cümlədən belə deyək, ixrac yönümlü Asiya ölkələri də dollar məhsul satıb dollar alırdılar. Həmin o dolları sonra təkrar aparıb belə deyək Amerikan xəzinə kağızlarına yatırım edirdilər. Amerika belə qapalı bir döngü sistemi yaratmışdı. Amma sonra nə baş verdi? Amerikanın bildiyimiz kimi borcunun
artıq 38 trilyon dollar olması, hər il təxminən 2 trilyon dollar artması artıq həmin o böyük mərkəzi banklarda, dövlətlərdə də bir sual işarəsi yaratır. Bu hara qədər gedəcək? Axı faktiki Amerika borcunu ödəyə bilməyəcək bir səviyyəyə çatıb. Bu borcu da ödəyə bilmirsə, nə etməlidir? Pul kütləsini artırmalıdır. İndi onu niyə artırır, onu da izah edəcəyik. Belə olan halda bir mənada siz Amerikan xəzinə kağızlarını güvəniniz azalmağa doğru gedir ki, okey, bu sıfır riskli deyil. Bir digər tərəfdən də aldığınız o xəzinə kağızlarda dolların dəyər itirməsindən dolayı sizin orada saxladığınız maliyyə aktivlərinizin də dəyəri bir mənada azaldığına görə dövlətlər artıq bir mənada qızıla, daha təhlükəsiz maliyyə aləti sayılan qızıla yönəlməyə başladılar. Əslində qızılın qiymətinin yüksəlməsi kiminsə gedib zinət əşyaları daşqas alması deyil. Bu bir paradigmanın dəyişdiyinin göstəricisidir ki, həqiqətən də artıq bu son dövrlər biz bunu daha da ciddi müşahidə edirik. Bəli, qlobal maliyyə sistemində böyük bir paradigma dəyişikliyi yaşanır. İndi qızılın qiyməti həqiqətən 10 min dolara çata bilərmi? Onun dediyi kimi gəlin ona baxaq. Baxın, bu adam M1 pul kütləsini 2016-cı ildə hesabladığı vaxtı M1 qlobal M1 pul kütləsi, təbii ki, bu rəqəmlər tez-tez dəyişə bilər. Kobud hesablamada 24 trilyon idi. Hal-hazırda isə M1 pul kütləsi dostlar, yəni 2016-cı ildən 2025-ə qədər baxdıqda 2 dəfədən daha çox artıb. Yəni Amerikanın hal-hazırda 2025 olan qlobal M1 pul kütləsi belə deyək, təxminən 19 trilyondur, Çin 15 trilyondur, 7 trilyon Yaponiyadır, təxminən bir 11 trilyon, 12 trilyon ətrafında da 11 trilyon səhv etmirəmsə Avropa Birliyidir ki, bu qrafikdə göstərməyə çalışmışam. Belə olan halda pul kütləsi təxminən 2016-cı illə müqayisədə 2 dəfədən çox artıb. Deməli, bir mənada burada bir artım var. Bu artırsa təbii ki, bir mənada qızılın qiyməti də yüksəlməlidir. Aha, burada deyə bilərsiniz ki, iqtisadi artım olub, iqtisadi böyümə olub deyə M1 pul kütləsi də normal olaraq artmalıdır. Dostlar, buna da baxmışam. Deməli, 2016-cı ildən 2025-ci ilə qədər Amerikan iqtisadiyyatı ortalamada, yəni 2025-ci ilə qədər Amerikan iqtisadiyyatı 2016-dan 2025-ə qədər təxminən ortalama 2.3% böyüyüb. Amma onun 2016-dan 2025-ci ilə qədər M1 pul kütləsi təxminən 440% artıb. Çində bu rəqəm təxminən 50%dir. Çinin iqtisadi ortalaması həmin belə deyək, zaman dilimi aralığında 5.5 olub. 50%də M1 pul kütləsi artıb ki, bu da o qədər də böyük bir diverjensiya sayılmır. Yaponiyada da, Avropa Birliyində də belə deyək, mötədil səviyyədədir. Amma Amerikada 440% böyük bir divergensiyanın olduğunu göstərir ki, Amerikada aqressiv dərəcədə M1 pul kütləsini artırıb. Təkcə M1 pul kütləsi money supply deyirlər. Pul kütləsini artırıb. Pul kütləsi artırsa, bu bir mənada həm inflyasiya yaradır. Təbii inflyasiya yaradılmasından dolayı da belə deyək, böyük fondlar, investorlar qızıla meyl etmiş olur. Bu birinci faktor. İkinci bir faktor. James Rickards həmin kitabda qeyd edir ki, qızılın qiymətinin yüksəlməsi təkcə M1 pul kütləsinin artması deyil, eyni zamanda qlobal risklərdir. Məsələ, İran faktorunu, Şimali Koreya və s. Onun amma gözləmədiyi ən önəmli faktorlardan birisi, məsələn, Rus-Ukrayna məsələsi oldu ki, təbii Rus-Ukrayna müharibəsi də qlobal risk təşkil etdiyinə görə qızılın qiymətinin yüksələn əsas faktorlardan bir digəri oldu. Həmçinin də Rusiyanın əsədlərinin konfiskasiya edilməsi bir mənada qızıl qiymətinə təsir edən üçüncü bir faktordur. Niyə? Çünki digər ölkələr də gördü ki, bizim qərbdə saxladığımız aktivlərimiz heç də təhlükəsiz deyil. Onlar istədiyi vaxt buna əl qoya bilərlər. Təbii bu da qızılı dəstəkləyən bir digər faktordur. Bütün bunları nəzərə aldıqda əslində qızılın qiyməti hələ yüksələcək kimi görsənir. Bir digər önəmli faktor, Amerika istəsə belə bu dəqiqə M1 pul kütləsini bazarda, money supply deyək ona, pul kütləsini azalda bilməz. Azaltsa çox böyük bir, belə deyək, şok yaşanar və böhran baş verir Amerikan belə deyək, iqtisadiyyatında. O da təbii ki, qlobal böhrana çevrilər dərhal. Səbəbi nədən ibarətdir? Amerikanın borcunun 38 trilyon olması və bu borcu siz bir mənada istəsəniz də hal-hazırda ödəyə bilməzsiniz. Bunu bu səviyyədə saxlamaq üçün, mütləq şəkildə bu sistemi saxlamaq üçün pul təminatını, pul injekt eləməlisiniz iqtisadiyyata. Likvidliyi artırmalısınız ki, bir mənada səhəm bazarı yüksəlsin, Amerikaya kapital axını olsun, Amerikan maliyyə bazarlarına kapital axını olsun. Siz bu pul kütləsini bazardan çəkdiyiniz an dərhal iqtisadiyyata daralma olacaq və səhəm bazarı çökə bilər və bu da təbii ki, qlobal böhrana çevriləcək. Və həmçinin də bununla bağlı maraqlı bir kitab da var. Milton Friedman və Anna Schwartz'ın
A Monetary History of the United States adlı bir kitabı var. 1963-cü ildə yazılmış kitabdır. Həmin o kitabda qeyd edir ki, məsələ 1930-cu ildə əslində qlobal böhranın olması bir mənada Fedin belə deyək, pul kütləsini azaltması oldu. Həmin dövrdə onlar təxminən hesablayırlar ki, 1/3 belə deyək də pul kütləsini bazardan azaldıb. Bu da bankların borc vermə qabiliyyətini aşağı salıb, bazarda likvidliyi azaldıb, işsizlik artıb və iqtisadiyyata daralma gedib, qlobal böhran, belə deyək, böyük böhran yaranmış oldu. İndiki vəziyyətdə əslində ondan daha da pisdir. Yəni hal-hazırda qlobal bazarlardan o pul kütləsi çəkilsə, yəni xüsusilə Amerika pul kütləsini bazardan azaltsa, aqressiv dərəcədə azaldası olsa, bu böyük bir belə deyək böhrana səbəb ola bilər. Həmçinin son belə deyək Amerikan iqtisadiyyatına, əmək bazarı və inflyasiyaya baxdıqda pul kütləsini azalda bilməməyin digər bir səbəbi də işsizliyin 4,3%, yəni 3,9-dan 4,3-ə yüksəlməsidir. Yəni işsizlik tədricən artır. Bir digər faktor da siz pul kütləsini artıran kimi inflyasiya artır. Məsələn, son olaraq inflyasiya 2,9-dan 3%-ə çıxmış olur ki, açıqcası bu rəqəmlərin də güvənilirliyi çox ciddi sual altındadır. Amma ümumən burada gələn nəticə odur ki, Amerika istəsə də, istəməsə də pul kütləsini hal-hazırda bazarda azalda bilməyəcək. Pul kütləsini bazarda artırmaq inflyasiyanın artması deməkdir. İnflyasiyanın artması bir mənada belə deyək, sizin Amerikan aktivlərinizi əlinizdə saxlamanızı belə deyək də dolların dəyər itirməsi deməkdir. Sizin o aktivlərinizin dəyər itirməsi deməkdir. Belə olan halda qızıl daha təhlükəsiz maliyyə aləti sayılır və inflation hedge deyirlər. İnflyasiyadan sığortalama baxımından daha belə deyək güvənli limandır. Deyə bilərsiniz ki, okey, bəlkə də gedib Amerikan xəzinə kağızlarına yatırsa daha çox qazanarıq. Məsələn, Amerika deyək ki, qızıl bu il ərzində 52% təxminən dəyər qazandı. Amma Amerikada sıradan bir şirkətin səhmi bəlkə də bir il içərisində 100-200% dəyər qazanır. Burada söhbət spekulyativ ticarətdən getmir. Söhbət sərvəti qorumaqdan gedir ki, böyük banklar, fondlar, belə deyək də, əlində böyük vəsait olan şirkətlər və yaxud da hər hansı bir şəxslər, fərdi şəxslər də olsun, bu trendi görür ki, əlimdə dollar saxlamaq və yaxud da fiat money dediyimiz o pulları saxlamaq heç də sərf eləmir. Çünki inflyasiya günü-gündən sizin aktivlərinizin dəyəri, bir mənada əlinizdə saxladığınız vəsaitin dəyərini, alım gücünü azaltmış olur. Bu baxımdan qızılın qiyməti hələ ki yüksələcək kimi görsənir və belə görsənir ki, James Rickards həqiqətən haqlı çıxacaq və qızıl $10,000 doğru yol alıb. Təbii bu o demək deyil ki, sabahların yüksələcək və yaxud da ki, bu gedək sabah qızıl alaq tipli bir məsləhət də deyil. Sadəcə bu bir bilgi paylaşımıdır. Faydalı olar deyə düşündüm və həqiqətən qızılın qiyməti niyə yüksəlir? Bunu izah etməyə çalışdım ki, əslində qızılın qiymətinin yüksəlməsi bir paradigma dəyişikliyidir. Eyni zamanda Lindy effekti deyə bir şey var. Yəni, əgər bir şey zamanın sınağından çıxırsa, o daha uzun ömürlü olur. Bildiyiniz kimi, qızıl əslində insanlığın tarixi və aşağı-yuxarı eyni yaşdadır. Yəni, bu bitcoin deyil, kripto deyil ki, sabah çıxsın, hələ bəlli deyil nə olacaq. Amma qızıl özünü ispat edib, yəni müharibələrdən keçib, bir neçə periodlardan keçib və hər zaman qızıl, belə deyək də, öz mövqeyini qoruyub ki, indi görünür ki, qızıl yenidən, belə deyək də, o qlobal maliyyə sistemində o dolların taxtına namizəd olmağa doğru gedir. Məncə belədir. Sizin fikrinizdə deyə bilmərəm. Dostlar, sağ olun. Ümid edirəm, dediyim kimi faydalı olmuşdur. Sağ olun.